Hərə bir mövzu seçib nəzmə çəkir. Hərə bir mövzu seçib nəzmə çəkir. Mən də dedim, Əli haqqında yazım, eşq adına xidmət edim. Ta əzəldən bu zərif mətləbə diqqət yönəlib, Əli İbni Əbi Talib necə dünyaya gəlib? Fatimə bint Əsəd şəhri Rəcəb gündə cümə, təvaf etsin deyə evdən çölə çıxmışdı demə. Qəflətən ağrı tutur, Kəbəyə doğru yol alır, edir Allah həminan möcüzə divar yarılır. Ana bətnində uşaqla hərəmə daxil olur, o müqəddəs yerə rəhmət, bərəkət nazil olur. Budur Allahın evi, Kəbədə göz açdı Əli, gəlişi ilə cahana, aləmə nur saçdı Əli. Hələ Beytül Hərami Fatimə tərk eyləməmiş, necə övlad doğulub məğzini dərk eyləməmiş, o mübarək vücudal Kəbədə lütf etdi Xuda, uşağın ismin Əli qoy deyə yüksəldi nida. O Əli ki sürəcək ömrünü parlaq və təmiz, olacaq Əhmədə hər mənada qardaş da kəziz. Rəsulallahın həyat yoldaşı Həzrət Xədicə, necə ilk iman edən kəsdir Əli də eləcə. O nübüvvət qoxusun hiss edən ilk insan olub, onun imanı da Peyğəmbərə ilk iman olub. Yeni qoymuşdu qədəm 10 yaşına ismi gözəl, hətta qılmışdı namaz Məkkədə hər kəsdən əzəl. Bu özəl xislət ona lütf idi, bir ehsan idi, həm ona tərbiyəsi pak seçilən insan idi. Beləcə gəncliyini sürdü ibadətlə Əli, yetdi qüdrət çağına güc və cəsarətlə Əli. Gecə gündüz qoruyub dinini mərdanə kimi, dolanardı Rəsulun başına pərvanə kimi. Bir gecə Məkkəlilər gizlicə qurmuşdu plan, Allahın elçisini öldürələr yatdığı an. Amma kafirlərin idbar əməlin Allah ona, hicrət et əmrini verməklə edir agah ona. Bizə bu hadisə haqqında yazır ali kitab, uca Allah onların hiləsinə verdi cavab. Bu ki bir ayədir Allah kəlamın tutma ucuz, Surətül Ənfalı aç, eylə nəzər ayə 30. Nəbi Allah sui-qəsd haqda xəbərdarlıq edir, Əli Peyğəmbər üçün görünə fədakarlıq edir. Gecə zülmətdə onun tək yatağında uzanır, evə gircək Qureyş kafiri şaşqın dayanır. Niyə? Ki yatan kəs Əlidir, evdə deyil xətmi Rəsul. Belə bir təhlükəyə cürət edər hansı oğul? Edən əlbəttə Əlidir, belə müthiş bir işi. Ona yox bənzər olan qeyri cəsarətli kişi. Yox əgər şəkk eləsən bu Əli olmaz heç vaxt. Bəqərə surəsi ayə 207-yə bax. O zaman baş verənər qəzvədə olmuşdur Əli, özü də hər zaman ön cərgədə olmuşdur Əli. Gəl onun mən sənə bir zəfərindən danışım, hünərindən, vüqarından, təfərindən danışım. O Bədirdə elə bir ad eləmişdir ki Xuda, deyib əhsən Əliyə verdi ləqəb şir Xuda. Ühüd haqqında deyim, diqqət ilə eylə nəzər, gör ağam Heydər Kərrar necə göstərdi hünər. İndi göydən yerə Cibril tərəfindən bu şüar, nə Əlinin, nə də o Zülfüqarın bənzəri var. Dərin iz qoydu o gün tarixə xəndək döyüşü, yeniyetmə Əli və pəhləvan əmrin görüşü. Kafərin şaha qəzəb versə də iyrənc əməli, sirib Zülfüqarı vurmadı, səbr etdi Əli. Çün onun davası pərverdigara xatir idi, yoxsa ilk andaca məhv eyləməyə qadir idi. Azacıq var gəl edib zərbəsini endirdi ona, o haramzadə kəsin ömrünü çatdırdı sona. Bu dəm Allah Rəsulu nitqi cəmaətdən uca, vurulan zərbə dedi kulli ibadətdən uca. Necə mət eyləmiyim mən Əbi Talib balasın, Allah ol şəxs ilə fəth eylədi Xeybər qalasın. Hələ Xeybərdə döyüş başlamağa vardı zaman, Əliyə verdi zəfər bayrağını fəxr-i cahan. Cəngə gircək gətirirlər zəyə meydanı Əli, zərbə vurmazdı hədər Allahın aslanı Əli. Öyünən yahudilər düçar olur dərdi sərə. Niyə? Ki Əli Haris ilə mərhəbi sərmişdi yerə. O zaman güc Əlidə açdı öz əndazəsini, qoparıb Xeybərin atdı yerə dərvazəsini. Beləliklə Əliyə qarşı tərəf məğlub olur, o alınmaz qalanı fəth eləmək mənsub olur. Əli haqdır deyə hər bir döyüşün qalibidir, bilir hər kəs bunu Mövlam nə hünər sahibidir.
Belinə dəsti zireh geyməyi bilməzdi gərək, çünki düşmənlərə heç vaxtı çevirməzdi kürək. Hələ bu harəsidir, var əlidə öylə məqam, nə fəzilətdir o dərk eyləyə bilməz bir adam. Elə bir kəsdir o kəs, iblisi heyrətdə qoyub, doğulandan onu öz qəlbinə həsrətdə qoyub. Belə təqvası olan laiq idi, öndər ola, Xatəmül Ənbiyadan sonra gələn rəhbər ola. Bu Qədir Xum günüdür ki, buna diqqət yönənir, Rəsulallaha o gün vəhy olunur, ayə gəlir. Nə gəlir? Sənə Rəbbin tərəfindən gələni təbliğ elə, bunu etməzsən əgər höccətin əskidir hələ. Daha ətraflı baxın, Maidə 67, üst tutub ümmətə məhbubi bəşər ərz etdi. Mənə vacibdir Qədir Xumda yığıb ümmətimi, yeni rəhbər seçərək xətm edim öz höccətimi. Aranızda iki şey, Qur'an ilə əhl-i beyt, sizə məndən bir əmanətdir deyə etdi qeyd. Dedi onlar bilin ayrılmayacaq məhşərədək, bu əmanətdən uzaq düşməyə bir bəndə gərək. Məsələ başqa önəm kəsb eləyirdi bu səfər, Əliyə gör necə Peyğəmbərimiz verdi dəyər. Mən kimin rəhbəriyəmsə, ona rəhbərdir Əli, yəni məndən sonra siz ümmətə sərvərdir Əli. O mənim canişinimdir, mənə qardaşdır Əli, açıq-aşkar bu da Musa ilə Harun məsəli. Yenə də üst tutaraq haqqın uca dərgahına, əl açıb xətmi rəsul etdi dua Allahına. Əlini kim ki sevər, bəslə məhəbbət sən ona, yox əgər düşmən olarsa, özün ol düşmən ona. Əhməd öz borcun əda eyləməyən nail olur, yeni bir ayə gəlir, Maidə 3 nazil olur. Allahın lütfüne bax, gör necə vəhy eylədi o, sizə öz neymətimi xətm elədim söylədi o. Hansı gündən Əli rəhbərliyin icra etdi, o xilafətdə ədalət evini inşa etdi. Nə zaman görsə idi xalqı şikayətdə Əli, olub adil həmişə hökm-ü qəzavətdə Əli. De görün varmı biri, çatsın ədalətdə ona, nə də bir bənzər olan yoxdur səxavətdə ona. Rükü halında zəkat vermiş idi Həzrət Əli, Maidə 55-ə bax bizə gör kimdir bəli. Əli tövhid kimi bir elmi nəzər mənbəyidir, Əli İslamda olan fikrin əsas mənşəyidir. Ən gözəl təfsir edən natiq-i Qur'andır Əli, sahili olmayan hikmət dolu ümmandır Əli. Nə səadətdir bu Peyğəmbərə olmaq kürəkən, nə fəxarətdir bu Peyğəmbərə olmaq kürəkən. Buna rəğmən yenə də o hamıdan sadə idi, o Əli ki hələ xilqətdən əsilzadə idi. Nə qədər istəsə də ömr eləsin sakit həyat, yenə də xaricilər həzrəti qoymurdu rahat. Onların vay halına doğru yola gəlmədilər, o imamət nurunun qədrini heç bilmədilər. O günü məzlum ağam Küfədə məsciddə idi, qatılıb Rəbbinə hər kəsdən əlahiddə idi. Onu rəhmət dənizində elə bil yanğın alar, fəqət indi pozacaqdır sükuti fırtınalar. İbn-i Mülcəm deyə bir namnəcbin fikrinə bax, lənətullahi əleyhin hələ bir məkrinə bax. Əyilib səcdə edərkən əlini yavrələdi, üzü dönmüş necə Zəhra ürəyim parələdi. Yıxılır ali hidayət sütunu ah o zaman, ağamız feyzə çatır mah-i mübarək Ramazan. Hüseyinlə Həsənin qəlbinə qəm hakim olur, dəfn olarkən ona Cəbrail özü xadim olur. Cəm olub izdiham arxa, mələkut ön tərəfə, o yetimlər atasını dəfn eləyirlər Nəcəfə. İndiqər fikr elə gör havlət-i Zeynəb necədir, o xanım Fatimənin qoyduğu məktəb necədir. Necə olsun ürəyin dərd bürüyüb, qəm bürüyüb, acı həsrətlə dolan gözlərinin nəm bürüyüb. Bu qədər möhnətə Zeynəb necə dözsün anasız, o gecə qaldı bütün əhli müsəlman atasız. Sən bir öz saydığını say, o fələk gör nə sayır. Bunu Şam əhli duyarkən belə bir şayə yayır. Əli qılmazdı namaz, məscid ara, Heydər ara, Əlinin qətli hara, mehrəb ara, minbər ara. Bunu bilmirdi mi bəs Şamdakı bədbəxt cəmaat? Əli haqq eylədi hər an, əlisiz yoxdur nicat.
O ki öz qatilinə qarşı nəzakətli olur, qoruyur haqqın onun hər dəmə ədalətli olur. Amma zalimlərə qarşı hər an üsyanda idi, bir ömür eşq ilə haqq uğruna meydanda idi. Kim ona iman edər, cənnət-i rizvan qazanar, kim onu inkar edər, nar-ı cəhənnəmdə yanar. Çox şükür Allaha ki, mən də tərəfdar Əliyəm, adım Aslandır Əli, eşqi ilə yar Əliyəm. İnşallah edərəm mən onu sevməkdə davam, dönər olsam ağamın haqqı mənə olsun aram. Dönər olsam ağamın haqqı mənə olsun aram.